Bugünləri biz Photoshop'da şəkil formatında olan logonu vektora çevirəcəyik. Bunun için ilk növbədə seçim aletlərimizdən birini götürürük, logomuzu seçirik. Daha sonra pəs bölməsinə keçirik. Əgər sizdə pəs bölmə aktiv deyilsə, onu Windows'dan aktivləşdirə bilərsiniz. Sonra bunun kənar hissəsində yerləşən, yəni sağ hissədəki 3 nöqtəyə vuraraq Make Work Pass edirik. Tolerance'da heç bir dəyişiklik etmədən OK'ya basırıq. Artıq bizim logomuz vektor formatındadır. Biz bunu asanlıqla Illustrator'a keçirdərək rəngini dəyişib ölçüsündən oynaya bilərik. Amma desək ki, biz bunu Photoshop'da istifadə edəcəyik. Bu zaman layer'e gəlirik. Buradan Solid Color'u seçirik. Logomuza renk veririk. Daha sonra Move Tool vasitəsilə kənarlarından tutaraq, Shift'e basılı tutaraq kiçildirik. Hətta yenidən qayıdıb böyüdürəm. Baxın, heç bir deformasiya yoxdur. Bunun səbəbi logomuzun vektor olmasıdır. İstədiyimiz kimi, istənilən şəkil formatında olan logonu beləncə çevirib rahatlıqla postlarımızda istifadə edə bilərik.